Kövsər surəsi Quran-ı Kərimin həcm olaraq ən kiçik surəsi hesab edilir. 3 ayətdən ibarətdir. Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnna a'teynakal kevser. Ya Peyğəmbər, biz sənə Kövsəri əta etdik. Fasalli li rabbika venhar. Rəbbin üçün namaz qıl və qurban kəs. İnne şani'eke huvel abtar. Sənə düşmən olan, sənə pislik etmək istəyən, sənə nəsli kəsilən, solsuz deyənlər elə özləridir deyə ayətdə buyurulur. Bildiyiniz kimi Peyğəmbər Salavatullahın 2 oğlu övladı Qasım və İbrahim az yaşlı vaxtı dünyasını dəyişdi. Bütün ayrılıqlar insan üçün çətindir, amma övlad ayrılığı, övlad itkisi daha ağır, daha çətindir. Onu yaşayanlar bilər, övladını əlindən verənlər bilər. Hətta tarixdə var, 2 yaşında Peyğəmbər Salavatullahın ki, oğul övladı dünyasını dəyişmişdi. Qəbrə özü qoymadı. Çağırdı əmsi oğlu Əlini, dedi ki, Yəbnə əmmi ya Əli, əmoğlu Əlican, istəyirəm oğlumu qəbrə sən qoyasan. İmam Əli əleyhissalam qəbrə oğlu Peyğəmbər övladını qoyur. Bəzi səhabə Peyğəmbərdən sual edir ki, ya Rasulallah, bəs öz övladı qəbrə özün niyə qoymadın? Bu nəinki ata öz övladını qəbrə qoya bilməsə, yox, şəri cəhətdən heç bir sıxıntısı yoxdur. Ata öz övladını qəbrə qoya bilər. Amma Peyğəmbər Allah buyurdu, dedi, mən Peyğəmbər olsam da, amma mən o körpə balamın atasıyam. Axı o mənim canımın bir parçasıdır. Mən ehtiyat elədim ki, oğlumu qəbrə qoyanda Allah məndən istədiyi şəkildə qoymaram. Ata-oğul münasibəti vardı, o sənin canımın bir parçasıdır. Dedi, mən ona görə əmim oğlu Əliyə söylədim ki, mənim balamı, oğlumu o qəbrə qoysun. Buyurur, təqribən 30-dan artıq təfsir alimləri bu ayət-i şərifədə ki, qeyd olunub, İnna a'teynakal kevser, ya Peyğəmbər, biz sənə Kövsər verdik. Bilirsinizmi bu surə nə zaman nazil olub? Peyğəmbər Salavatullahın 2 oğlu dünyasını dəyişəndən sonra o Məkkə müşrikləri Peyğəmbər Salavatullaha əbtər deyirdilər. Əbtər sözü